Salamlar. Cooking Secrets Azərbaycan kanalına xoş gəlmisən. Yəqin ki, düz tələffüz etdim. Bəs niyə Azərbaycan deyirəm? Çünki kanalın təsvirinə baxsan, bu adda olan digər xarici kanallarımı da görərsən. Bu kanal isə mənim öz dilimdə, öz hisslərimlə danışdığım evim kimidir. Qeyd edim ki, bu bir trailer videosudur. Yəqin ki, bunu da düz tələffüz eləyirəm. Ay Allah, ancaq ingilis dilində oldu bu video deyəsən. Sözləri yəqin ki, düz tələffüz etdim. Hər neysə, mən demək istəyirəm ki, səni burada görmək mənim üçün təkcə dırnaqarası izləyici qazanmaq deyil. Çünki bu mənim üçün sevincdir, minnətdarlıqdır və içimdə pır eləyən bir səsdir. İnandırım səni, bəzən məndə belə şeylər olur. Düşünürəm ki, səsim insanları bezdirdi, izləyicilərimi xüsusən də. Bu məndə narahatlığa səbəb olur. Sonra düşünürəm ki, narahatlığa səbəb olmamalıdır. Çünki izləyən onsuz da izləyəcək, izləməyən də izləməyəcək və seyirci ilə etdiyim şeyləri insanlar hiss edir deyə düşünürəm və sənin də hiss etdiyini bilirəm. Çünki mən səsimlə sadəcə resept yox, hiss etdirmək istəyirəm sənə. Bəzən görürük ki, gözəllik, ailə, vlog və bir çox sahələrdə YouTube kanallarına başlayan insanlar müəyyən videolardan sonra dönüb mən kiməm başlığı adı altında videolar paylaşırlar. Mən də düşündüm, niyə geri qalım ki? Axı mətbəx də bir həyatdır, bir his, bir xatirədir. Nə olsun ki, bu kanal bir yemək kanalıdır. Onun da bir doğuluş səbəbi, bir ruhu, bir yolu var. Elə deyilmi? Xülasə, bu səs, bu görüntülər hamısı səninlə yaxından tanış olmaq üçündür. Bilirsən ki, hər şey qüsursuz deyil. Ola da bilməz. Yəni demək istəyirəm ki, bəzən çəkəndə nə isə unuduram, bəzən sözlər dilimdən sürüşür, bəzən isə səs keyfiyyətini sənə olduğu kimi çatdıra bilmirəm. Amma sən bil ki, hər şeyi ürəklə edirəm. Elə isə gəl bu ləzzətli yolculuqda yanımda ol. Çünki mən təkcə nə bişirək demirəm. Niyə bişiririk, kim üçün, hansı hisslərlə deyirəm. Çünki mən bunu 10 aylıq körpəmlə edirəm. Yəni buradakı reseptlər sadəcə bişirilmir, yaşanılır. Və yenə dilim sürüşdü. Və buna görə də düşünürəm, həyat sevgini və dəstəyi bölüşdükcə daha da gözəlləşir. Son olaraq isə bu trailer videosunu niyə çəkdim? Çünki yemək kanalıdır da, nə olacaq ki, düşüncəsinin qarşısında demək istəyirəm. Bu kanalın da bir hekayəsi var.